Əlində balta qanlı gəlirdi. Buradan vururdu, şaqqa bölürdü belə. Aparıb bir dəyirmi kök vardı, belə yığırdılar üstünə, doğrayırdılar. Yerdik, soruşurduq ki, onu neyin eyirlər? Deyirdi ki, onu kebab eləyəcəklər. O radar çatıblar. Sağ-sağ cavan oğlanlar aparıb ayağından asırdılar. Buradan insanın başının dərisi ilə havayı imiş. Buradan belə kəsirdilər, sağ-sağ qayıdıb belə soyurdular. Altından dümmaq çıxırdı, sonra qan çıxırdı. Arx kimi qayırıflar belə axır içiyle gedir. Bizi yığdılar, apardılar kəndin başını. Mən qapıya çıxdım ki, Nuruzun meyidi qapıdadır, öz yoldaşım. Mən heç bunlara qoşulmadım. Elə meyidi qucaqladım ki, bunu hainə geçsin aparır. Onu meyidi qucağıma aldım, tünelin deşinə saraparam ki, güya ki, aparacam var yoksa. O meyit bana kitab ağırlığında gəlmədi. Güc vermişdi Allah. Hə, başını dalına atmışdılar, başının bir tərəfi yoxdu. Oradan hamı getdi, mən getmədim.